Yenə kofemi aldım və Zara'ya yollandım. Niyə? Çünki bizdə stilistika dərsində mütləq praktik dərslər olur və bu dəfə Şəfəqlə Türkana tapşırıqlar verildi. Öhdəsindən əla gəldilər. Deməli, birinci tapşırıq bir donu 3 variantda geyinmək idi. Kəməri var altdakıyla. Belə bir bu buruşları çox görünməsin deyə belə. Mən bunu biraz bundan eləyəcəm, bağlayacağım kəməri belinə. Sonra saçdan belə yumru yığacaq yuxarıdan bunları. Okay. Okay. Değişdim ama size qəbul edirəm. Qaran gətir gəlim. Və növbəti tapşırıq qızlar bir-birinin üzərində gotik boho stili yaratmalı idilər. Bunun üçün təbii ki, bir-birinin bədən tipini bilməli idilər. Bunları çox yaxşı etdilər və budur, obrazlar məncə çox əla alınıb.